Allah'a məktub yazmaq olur. Məktub yazmaq. Yəni yazıb bir yerə aparıb qoymaq olur. E-mail yazmaq olur Allah'a məsələn. Mən kinoda görmüşdüm. Məktub yazıb qoyur yastığın altına. Allah'a göndərir. Qardaş, dua. Bunun hər şeyin açarı duadır. Allah eşidir hər duanı. Allah hər bir şeyi eşidir. Bəs Eşitməyi bilməyən biri bizə eşitmək kimi bir xüsusiyyət necə versin? Bilmədiyi bir şeyi necə ortaya çıxarsın bu Allah? Allah bilir ki, eşitməyi bilən bir şey var. Allah yaxşı, eşidir. bu dəqiqə Allah bizi eşidir. Bu dəqiqə eşidir. Nə desək Allah eşidir. Allah bizim nə eşitdiyimizi də eşidir və bizim nə dediyimizi də eşidir. Çünki qulağı yaradan Allahdırsa, qulağın eşitdiyini də və qulağın ağzın dediyini də eşidir. Hamısını. Bu dəqiqə videonu dinləyənləri, videoya baxanları Hamısını, an yaradan bilməzmi? tam yanlarında Allah. Hamısını. Tam yanı yox, an sənin eşitdiyini eşidir Allah. Allah'ı tanıdıkça, Allah'ı haqqıyla tanıdıkça, Allah'ın necə böyük olduğunu, həqiqətən Allahu Ekber. O mənanın həqiqətində varsan sən. Çox böyük həqiqətdir bu. Doğrudur.